bizə sxem verib uyğunluqları müəyyən elədiyi adi şəraitdə qaz halında deyir. Deməli, burada qaz halında olan metandır, bir də amoniakdır. A getdi 1-ə. Mərkəzi atom sp3 hibrid vəziyyətindədir. Həm metanda, həm suda, həm də amoniakda. Metanda karbon sp3 hibrid vəziyyətindədir. Suda oksigen sp3 hibrid vəziyyətində, amoniakda da azot sp3 hibrid vəziyyətindədir. B aiddir 2-yə. Polyar kovalent rabitəli birləşmədir. Bəli, bu da 2 aiddir. Hər üçündə polyar kovalentdir. Müxtəlif qeyri-metallar atomlar arasındadır. Molekul arası hidrogen rabitəsi əmələ gətirirdi. Molekul arası hidrogen rabitəsi, yəni burada uyğun olan yoxdur. Yəni D heç-birinə belə deyək də uyğun gəlmir. Çünki hidrogen rabitəsi molekul arası suda və amoniakda var. İkisinə də uyğun olan bir variant yoxdur. Ona görə 1-ə A, 2-yə B, C. Cavabımız Y variantı.